Bugün dünya köhnə anlayışlarla idarə olunmur. Yeni qaydalar, yeni baxışlar və yeni yanaşmalar ortaya çıxır. Bugünün gerçəyi bax budur. Dövlət başçısı ötən gün yerli telekanallara müsahibə verərkən məhz bu istiqamətə diqqət çəkib. Qlobal siyasi proseslərin sürətlə dəyişdiyi bir məqamda beynəlxalq münasibətlərin mahiyyəti də fərqli məzmun almaqdadır. Son illər baş verən münaqişələr, ikili standartlar və selektiv yanaşmalar göstərir ki, beynəlxalq hüququn işləkliyi qalmayıb. Məhz belə bir mürəkkəb mənzərə fonunda Azərbaycan dövlət başçısı da yerli telekanallara müsahibə verərək dünyada formalaşan yeni reallıqlara toxunub və mövcud nizamla bağlı vacib mesajlar verib. Bugünkü dünya belədir. Kim güclüdür, o da haqlıdır. Və mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və digər bölgələrdə təsdiqlənir. Mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm, həm də ki, öz təhlilimi apararaq görürüm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Və təbii ki, sən gərək özün əmin olasan ki, sən haqq yolundasan. Bəli, dünyanın bugünkü mənzərəsi bax budur. Azərbaycan lideri bunu açıqca söylüyor və çıxış yolunda göstərir. Bildirir ki, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını, təhlükəsizliyini gücləndirməlidir. Əslində bu tezisi ölkənin prioriteti də hesab etmək olar. Həqiqətən də beynəlxalq hüququn arxasında güc, balans, siyasi iradə dayanmadığı halda indiki dövrdə xüsusilə beynəlxalq hüquq belə deyək işlək deyil. Son dövrlər bütün dünyada yaşanan hadisələr də bunu deməyə əsas verir ki, beynəlxalq hüquq deyil, beynəlxalq güc əsas təşkil edir, əsas rol oynayır. Güc kimdədirsə, onun belə deyək diktə etdiyi prinsiplər öz rolunu oynayır. İstənilən hadisəyə, istənilən don geyindirə bilirlər. Beynəlxalq hüququn özlərinə sərf eləyən prinsiplərini qabartmaqla digər prinsipləri kölgədə saxlaya bilirlər. Və buna görə cənab prezidentin verdiyi bu mesaj konkret olaraq həm cəmiyyətə, həm də bütün dünyaya ötürdüyü mesaj oyundan ibarət idi ki, Azərbaycan regionda, Cənubi Qafqazda vahid gücdür. Hal-hazırda münaqişədən sonra ümumiyyətlə Azərbaycan regionda belə deyək bu güc rolundan daha çox bütün dövlətləri öz ətrafında birləşdirən sülhpərvər bir güc rolunu oynayır. Dəyişən dünya reallıqları bir daha göstərir ki, beynəlxalq münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə hər bir dövlətin taleyini özü müəyyənləşdirəcək, deyə təhlilçilər qeyd edirlər. Bəturə Nəbiyeva, Nadir Cəlilov, Space.